Sinema Radyo. Hürmetli dinleyiciler, Dost Sinema rubrikasına geçid aldık ve bugün konağımız emektar ince sanat hadimi, kino tarihçi Aydın Kazımzade'dir. Aydın müəllim, sanki bir enene olup her Novruz ərəfəsində, Novruz bayramı günlerinde biz sizin konağınız oluruq, səyyar müsahibəmizi alırıq. Sizi tebrik edirik, bayramlar münasibətiyle can sağlığı diləyirik. Çok sağ olun, bu karşılıklı değil. O sizin stüdyanda o cümleden kardeşlerimi ben tebrik ederim. Aydın müəllim, bu günlərdə çox maraqlı bir hadisə baş verdi. Əksər kino xadimlərini bu təqdimatda görmək mümkün idi. Azərbaycan kinosuna aid yığcam 4 cildlik ensiklopediya buraxıldı və yenə bu kitabların müəllifi Aydın Kazımzadədir. Gəlin ondan başlayaq ki, siz Azərbaycanda kino ensiklopediyanı yaradanlardan olmusunuz. Amma bilmək istərdik, bu kitablar digərlərindən nə ilə fərqlənir? Ümumiyyətlə, ideya hardan yarandı? Bu ideyanın kökü 1963-cü ildə gedib çıxır. Yəni mən indiki Bakı Dövlət Universitetini bitirib jurnalistika fakültəsini kinoya düşəndən sonra, yəni kinoya gəldim işləməyə, birinci növbədə mənim qarşımda durdu ki, bir qəzet yaratmaq. Və o qəzeti də yaratdım, kino adında qəzet. Sonra da bir jurnal yarattım, adı da film idi. Materiallar gedirdi, yazırdıq, pozurduq, amma çəkilmiş filmlər haqqında məlumatlar müxtəlif tarixlərlə gəlib çıxırdı əlimizdə. Yəni o mənada ki, köhnə işçilər hərəsi bir rəqəm deyirdi mənə. Və mən o vaxtı, yəni ki, nə vaxt yaranıb kino, o hansı illərdə yaranıb, yəni suallar çox çıxırdı ortaya. Və belə qərara gəldim ki, mən bu işlə məşğul olum. Hər dəfə film çəkildikcə bu filmin haqqında nə məlumat varsa, yığım onları toplayayım. Bax, o 63-cü ildən həm o filmlərin haqqında, həm də o filmləri yaradanlar haqqında məlumatları toplaya bu arxamda gördüyümüz bu arxiv yarandı. Bax, bu axırda da fikirləşdim ki, yəni bunlar artıq əlimizdədir. Düzdür, məndən başqa da istər Elmlər Akademiyasında, istər hələ o vaxtı kinoprokat idi, kinoprakatda, misal üçün xırda broşura şəklində çəkilən filmlərin siyahıları gedirdi, çap olunurdu. Yəni ki, yaddan çıxmasın deyə. O cümlədən mən özüm də yoldaşlarla bir yerdə bu filmlərin broşura şəklində kitabçalarını buraxmışım. Amma toplu şəklində 2000-ci ildə deməli, cilddən ibarət istər bədii, istər sənədli filmlərin deməli, mən 2 cildliyini buraxa bildim o vaxtı. 2000-ci ildə. Onun da təşəbbüskarı Polad Bülbüloğlu idi. Çünki o vaxtı biz kino tabe idi Mədəniyyət Nazirliyinə. Bax, ondan sonra biraz da həvəsləndim və başladım sonraki illərdə də bu materialları toplamağa. Çünki bu çox vacib idi. Kimlər işləyiblər filmlərin üzərində, hansı filmlər ümumiyyətlə çəkilib, bunu əldə eləmək asan məsələ deyildi. Düzdür, filmlər haqqında bütün bu filmlərin özü də, yazılar da Dövlət Film Fonduna təhvil verilirdi. Amma adamlar, hansılar ki məşğul olur, kino ilə məşğul olurlar, bunlar bilmirdilər hansı film çıxıb ekrana, hansı çıxmayıb. Ona görə də mən bunları toplayırdım bir yerə və sonradan hətta belə bir şey alma gəldi ki, nəinki filmlərin, hətta adamların özlərinin ensiklopediyasını yaratmaq lazımdır. Bu film bir halda ki, bunlar filmləri yaradırlar, birinci növbədə bunların ensiklopediyası olmalıdır. Və bunun üzərində işlədim, birinci cilt çapdan çıxdı. Azərbaycan Kino Ensiklopediyası. İkinci cilt çox təəssüf ki, başqa məsələlər çıxdı ortaya, başım qarışdı. Bu günə də qalıb, amma bu işi tamamlamaq üzrəyəm. O ikinci cilt Azərbaycan Kino Ensiklopediyası adamlar haqqında.
eyni zamanda bu 4 cildlik məsələsi ortaya çıxanda bunu mənə məsləhət gördülər. Deməli, mən başladım bunu hazırlamağa. Düzdür, çox çətin idi, həddindən artıq çətin idi. Dövlət Film Fondunda bir şöbə yaratmışdıq. Cəmil müəllim də o vaxtı direktor idi, indi də direktordur. Həmən yerdə Cəmil müəllim ora gələndən sonra biz bütün bu işləri, yazı pozu işlərini elmi əsaslar üzrə qurduq Dövlət Film Fondunda. Amma ondan qabaq pərakəndə şəklində idi. Və orada balaca bir qrup yaratdıq və o qrup kömək elədi mənə. Kömək elədi ki, bunların redaksiyası, korrektorası ilə məşğul oldular. Qaldı filmləri toplayandan sonra yenə də deməli, bu 4 cildlik, bax bu görün 4 cildlik çıxır ortaya. Və bu filmlərin ensiklopediyasıdır bu. Bax bu gördüyünüz bu 4 cildlikdə birinci ilə ikinci cild ancaq bədii filmlərdir. Bir də deməli animasiya filmləri və Mozalan Satirik Kino Jurnalının bədii süjetləri. Bax bunlar bu 2 cildliyə daxil olur. 3 ilə 4 ancaq sənədli, elmi kütləvi, sifariş, tədris filmləridir. Bax bunlar toplanıb bunun içərisinə. Məsələ burasındadır ki, bir vaxt var idi. Hətta mən kimdən soraqlaşırdım ki, Azərbaycanda nə qədər film çəkilir? Heç kim bilmirdi. Heç kino işçilərinin özləri belə bilmirdilər. Nə rəhbərliyi, nə mütəxəssis istehsalat şöbəsi. Amma ilk dəfə olaraq özü də mən bu kinonun tarixini dəyişmişəm axı. Kinonun tarixi 1900 ümumiyyətlə Azərbaycanın kino tarixi yox idi. Var idi Rusiyanın kino tarixi. 27 avqust 1919-cu il. Leninin dekreti ilə o vaxtı Sovet İttifaqında bütün Sovet İttifaqının respublikaları üçün bir tarix var idi. Bu tarixi Sovet kinosu günü. Amma mən məsələ qaldırdım. Bizim deməli kino komitəsinin sədrinin yanında. Bir neçə rəhbər yoldaşlarla bir yerdə. Niyə görə bizim özümüzün kino günümüz olmasın? Neft və Milyonlar Səltənətində bu film olub axı. Düzdür qalmasa da, amma Axundzadə kitabxanasında, Mirzə Fətəli Axundzadə kitabxanasında orada bir şöbə var. Nadir nüsxələr şöbəsi. Ancaq oradadır. Ayrı onun şöbələrində yoxdur elə şey. Orada Neft Milyonlar Səltənətində filminin prospekti var. Bu prospektdə həm mətni gedir, həm də şəkillər gedir. Filmdən kadrlar gedir. 1915-ci ildə deməli çəkilən filmdir. Prospekt o vaxtı çıxıb. Yəni onun əsaslanıb biz öz kino günümüzü keçirdik. O vaxtı Ulu öndərimiz birinci katib işləyirdi, Mərkəzi Komitənin birinci katibi. Bax, o deməli öz sərəncamı ilə təsdiq elədi ki, yəni bu bizim kinomuzun günüdür. Amma sonradan o bir söz demişdi. Əgər mütəxəssislər, yəni alimlər axtarış aparsalar, bəlkə bu da bizim tariximizdir. Bizim tariximiz biraz da qədimə gəlib çıxmalıdır. Niyə görə bu sözü deyirdi? Çünki Azərbaycan neft ölkəsi idi və dünyada neft bumu Azərbaycanda baş vermişdi. Sonra ikinci dəfə də yenə də Azərbaycanda oldu neft bumu. Bu mənim üçün bir qulağımda sırğaya çevrildi. Və mən axtarışlarımı apardım. Elə bir vaxtda düşdü ki, Azərbaycan müstəqilliyi əldə elədi. Bu məsələni təzədən qaldırdım. 1898-ci il. Bu kitaba da 1898-ci ildən 2025-ci ilə qədər Azərbaycanda çəkilmiş bütün növdən, janrdan olan filmlər bura daxil olub. Düzdür, hamısını toplamaq qeyri-mümkündür. Çünki elə filmlər var ki, heç bizə onlar təhvil verilməyib. Elə filmlər var ki, misal üçün, əlimizdə yoxdur,
Yani çok şeyler var. Ve ona göre de yani hardasa bir 95% toplanıp bura filmler. Ve maraqlıdır ki bu topluda ilk defa çıkır belə bir toplu. Burada bütün filmlerin ne kadar indiye kadar çekilip sahi var burada. Çok maraqlıdır. Bütün bu məlumatları, bu filmləri necə topladı studiyalardan? Studiyalardan lap əvvəllərdə. Mən 63-cü ildən işləyirəm də kinoda. Dənə-dənə özüm yığırdım bunları. Dənə-dənə yığırdım. Çəkildikcə gedib otururdum kino studiyada, şöbədə. Hamısını qeyd edirdim, yazırdım. Hansı filmlər heç yoxdur onların haqqında məlumatları alırdım onun yaradıcılarının özlərindən. Çünki o vaxtı o adamlar kino studiyada hələ işləyirdilər. Yani Cəfər Cabbarlı ilə Abbas Mirzə Şərifzadə ilə bir yerdə işləyən adamlar o vaxtı sağ idilər. Özü kino studiyada işləyirdilər. Mən onların bu dəqiqə hər biri haqqında ayrıca məqalələr yazmışam. Və indi onları kitab şəklində toplayıram mən bunların haqqında. Hansı ki Cəfər Cabbarlı haqqında elə şeylər toplamışam ki hiç dəfə çıxacaq ortaya. Abbas Mirzə Şərifzadə ya qeyrilər haqqında. Yani o vaxtdan toplayıp dənə-dənə. Sonra kinoprokat sadece var idi. Kinoprokata təhvil veriləndə düzdür. Mən görməmişəm orada ki, onun kağızlarda təhvil verilsin. Onu görməmişəm. Amma film fond yaranandan sonra oraya daxil olurdu filmlə bir yerdə onun bütün lazım olan sənədləri. Bax, o sənədlərin bir surətini mən yığıb evdə saxlayırdım özümdə. Baxsız burada şkaflara doludur bunlar. O toplaya bak geldi çıktı axırda bunlar elimizə hazır şəkildə. Beləliklə də bu 4 cildlik ortaya çıxdı. Aydın müəllim, bu son nəşr olunan 4 cildlik ensiklopediyanı peşəkar ensiklopediya adlandırmaq olar ya sadəcə bələdçidir? Bu filmlerin ensiklopediyasıdır. Ancaq filmlerin. Çünkü film nedir? Film baktığın filmdir ve onun məlumatı hani bu bələdçi deyil bu. Bələdçi ayrı şeydir. Siyahı verilir sənə ki seç özün üçün filmi. Sonra bax ki nə. Bir de var ki onun içinde elə şeyler var ki bu ancaq ensiklopediyaya ait olan şeylerdir. Aydın müəllim, bu kitablar Azərbaycan kino tarixinin öyrənilməsində nə dərəcədə faydalı olacaq? Bunun əvəzi yoxdur ki. Ona görə yox, mən eləmişəm. Ona görə ki, mən institutda 20 ilə yaxın dərs demişəm. Uşaqlar, misal üçün, hansı filmlərin çəkilməyini bilmirlər. Nə də müəllimlər bilmirlər. Çox qəribədir. Müəllimlərdən soru-sual elə gələn ki, 1898-ci ildən üzü bəri hansı filmlər çəkilib? Birini deyəcək, beşini deməyəcək. Bu ensiklopediya ilə bağlıdır, görsən. Burada amma bütün bunların haqqında məlumat var. Nəyin ki məlumat var? Eyni zamanda kim yaradıb bunları? Kimlər işləyib bu filmlər üzərində? Və bu filmlərin hətta növləri, sonra plan janrları, burada hər şey var. Misal üçün, bir günləri mən çox xahiş edirəm, televiziyamızdan səslənsin, özü də bir dəfə yox, bir neçə dəfə bu sözlər. Azərbaycanda cizgi filmləri sözü yoxdur. Olmayıb və yoxdur. Bu bizi Türkiye'den gəlmədir bu. Cizgi filmləri. Bax, bu cizgi filmi necə ola bilər ki? Sən baxırsan kukla filminə. Deyirsən ki cizgi. Cizgi ayrı şeydir, kukla ayrı şeydir. Bunun beynəlxalq termini var. Animasiya. Eğer biz Sovet dövründə multiplikasiya deyirdik, cizgi demirdik yaxı. Onda deyəydik də cizgi. Çünki cizgi dördü o. O multiplikasiya Rusça. Ama indi bu günləri biz müstəqilik. Cizgi filmini de götürmüşük Türkiye'den, kardeş ülkemizden. Ama bu düz değil. Misal için orada rast geleceksiniz. Kukla filmi. Ama üstte yazılır çizgi daha doğrusu kukla filmi, animasya filmi.
gedir orada onun janrı gedir kukla filmi. Çünkü yarı kukla da var, aplikasya var, aplikasya filmi. Aplikasya filmine biz heç vaxt cizgi filmi deyə bilmərik. Cizgi yəni ki qələmlə çəkilmiş, bir xətlə çəkilmiş söz deməkdir. Ona görə də bu filmlərin adı bu günləri bütün dünyada qəbul olunub. Təkcə bizdə yox, bütün dünyada. Rusların özü multiplikasiyadan keçirlər indi animasiya sözünə. Biz niyə qalmışıq cizgidə? Biz də deməliyik buna animasiya, beynəlxalq sözdür bu. Təzə sözlər əgər qəbul olunursa, bu da daxil olmalı bura. Baxırsan televiziyalar bir-birində alacaq, cizgi filmi, cizgi filmi. Təsəvvür elə bir filmin gedir cizgi filmi. Üstündə yazılır cizgi filmi, altında yazılır cizgi filmi. 2 dəfə cizgi. Düz deyir axı. Elə olmaz axı. Bu animasiyadır bu. Animasiyanın cizgi növüdür bu. Bunu uşaqlara öyrədən yoxdur institutda, tələbələrə. Bilmirlər onlar. Belə bir şey var. Aydın müəllim, bu ensiklopediyada siz bədii və sənədli filmləri ayrı vermisiniz. Sinopsislər daha genişdir bundan öncəki nəşrlə müqayisədə. Maraqlıdır, bu ensiklopediya tədqiqat obyekti kimi istifadə oluna bilər gələcəkdə. Yəni filmlər haqqında daha səlist məlumat əldə etmək üçün. Tədqiqatçılar Aydın Kazımzadənin yeni yığcam ensiklopediyasına müraciət edə bilərlərmi? 100% hələ onlardan ötəridir də bu. Bunlardan ötəridir. Çünki burada bir filmin haqqı, hansısa bir filmi tədqiq eləmək istəyən adam əlbəttə buradan o film haqqında oxuyacaq, lazım olan məlumatları alacaq. Bu məlumatları biləndən sonra onun üçün artıq asan da olacaq ki, bu film nədir, neçidir, kim çəkib və onun dalı o filmə baxandan sonra da öz işini görə biləcək. Bir də var ki, kör-körana baxır filmə, sonra başlayır axtarış aparmağa ki, bu nə idi belə, kim çəkib bunu? Düzdür, titrlərdə gedir və bunları vaxt lazımdır hamısını ortaya qoymaq, bu hazır şəkildə qoyur bunları ortaya. Ona görə də mən imkan daxilində, misal üçün, o anotasiyalar belə geniş vermişəm ki, daha bir şübhə yeri qalmasın. Və budur məsələ. Aydın müəllim, istərdik növbəti işləriniz barədə bizə məlumat verəsiniz. Növbəti kitab nə olacaq? Çox maraqlıdır. Deməli, bu 4 cildliyin təqdimatı keçiriləndə böyük bir zalda keçirildi. Deməli, 150-dən çox adam var idi. BP, deməli, bunun xərcini çəkib, bu 4 cildliyin. Amma bunun ideya müəllifi deməli Ceyhun Osmanlı Təşəbbüs və İdeyalar Mərkəzi Heydər Əliyev Fondunun tərkibindədir. Bax, onlar veriblər və onların vasitəsilə deməli bu sifariş verildi və o təqdimatda o BP-nin nümayəndəsi Baxtiyar müəllim, rəhbər işçilərdən biridir. Bu çıxış elədi, bu bir söz dedi. Qeyd etdi ki, Aydın müəllim, mən çox istərdim ki, o gün olsun, biz bunun 5-ci cildini də görək. Bu sözü dedi. Və mən öz çıxışımda orada qeyd etdim ki, Baxtiyar müəllim, bu bir söz olaraq deyildi, yoxsa ki, bu artıq bir kağız üzərində bir möhür idi ki, vurdunuz. Didələ möhür idi ki, vurdum mən. 5-ci cild. Dedim, günü sabahdan başlayırım. Və bu obra otağa keçsən, stolun üstündə artıq görəcəksən. 5-ci cildi. Bu bir. İkinci, mən bu yaxları dedim, bu filmləri yaradanlar haqqında. Bu günləri Məmməd Əlini tanıyan yoxdur. Bu Niyazi Bədəlov, bizim sənədli kino ustadımızdır. Onu tanıyan yoxdur. Digərləri var. Mikhailov. Kino işçiləri tanımır onu. Mikhailov. Və qeyriləri. Cəfər Cabbarlının misal üçün aktyor kimi kinoda rol oynamağını heç kim bilmirdi. Onu mən getdim
Ağırcı Quliyevin arxivindən çıxartdım bu şəkili. Şəkil sübut idi. Rol oynayıb, aktyorluq edib Cəfər Cabbarlı. Yəni əlimdən nə gəlir eləmişəm də. İndi onların haqqında Ağırcı Quliyev, Rıza Təhmasib, nə bilim o nə qədər insanlar var. Bunların haqqında mən verilişlər eləmişəm. Filmlərin haqqında verilişlər eləmişəm. 25 il sərasər televiziya ilə çıxışlarım olub. Və bunları hamısını toplayıb mən bir kitab halında getirmək istəyirəm. Paralel görəcəksiniz orada. Deməli, filmlər haqqında 5-ci cildi hazırlayıram. Eyni zamanda o filmləri yaradanlar haqqında da ayrıca bir kitab hazır edirəm. Hələ bir kitab da var. Onu da mənə bir nəfər tapşırıb, onu da edəcəyəm. Yəni, bunlarla paralel xırda onu da bircə can sağlığı lazımdır ki, bu işləri görəm. Çünki bu qafada olan o kompüteri mən torpağa aparmaq istəmirəm. Aydın müəllim, bir daha sizi təbrik edirik. Sizə can sağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik. Çox sağ olun. O cümlədən də sizə və sizin işlədiyiniz o studiyaya mən necə deyirlər, kollektivini təbrik eləmək istəyirəm. Bayram münasibəti ilə həm də bu kollektivə böyük uğurlar arzu edirəm. Başda rəhbəri olmağı ilə bir yerdə. Təşəkkür edirik. Sağ olun. Hörmətli dinləyicilər, Dost Sinema rubrikasının həmsöhbəti qocaman kino tarixçimiz Aydın Kazımzadə idi. Sinema Radio, Sinema Radio, Sinema Radio.